atomun parçalanması sirrinin insan zekası tərəfindən öyrənilməsindən çox vaxt keçməmişdir. Bu elmidə əsl dönüş idi. Atomda olan nəhəng enerji nəhayət üzə çıxarıldı. Lakin o, müharibə qızışdırıcılarının əlində dünyaya dağıdıcılıq və ölüm gətirdi. Bəşəriyyət ilk dəfə həmin qüvvənin bu cür şahidi oldu. Hiroşima faciəsi. Bunu heç vaxt unutmaq olmaz. Ölkəmizdə atom enerjisi insanın xidmətinə verilmişdir. Sovet İttifaqı dünyada ilk dəfə olaraq atom elektrik stansiyası tikmişdir. Həmin stansiyanın enerjisindən xalq təsərrüfatında istifadə edilir. Bu, dünyada ilk atom buzquran gəmisidir. O dahi Leninin adını daşıyır. Gözə görünməz şüalar buraxan bəzi radioaktiv kimyəvi elementlər təbabətdə geniş tətbiq edilir. Biz Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutundayıq. Burada radioaktiv izotoplarla müalicə edilən xəstələr hər tərəfli müayinə olunurlar. Əliyev, nədən şikayət edirsiniz? Çörək yeyəndə boğazım ağrıyır doktor. Nə keçir boğazından? Çörək izə quru şey yeyəndə ağrıyır. Keçmir. Keçmir. Su necə? Su keçir. Arıqlamışsınız, axır vaxt arıqlamamısınız? Arıqlamışam. Çox arıqlamışsınız? Çox ağrıyır. Ayrı bir yeriniz ağrımır ki? Xeyr. Konsiliumun qərarına görə xəstəyə radioaktiv kobalt müalicəsi təyin olunur. Həkim radiolog Şəmsi Behbudov xəstəni UI Kobalt 400 aparatı ilə şüa vasitəsilə müalicəyə hazırlayır. Bu aparat kobalt topu adlanır. Hazırlıq işləri qurtarmışdır. İdarə pultunda şüalanmanın dəqiq vaxtı müəyyən edilir. Aparat işə salınır. Şüaların faydalı təsiri başlanır.
həkim radioloq Nəzifə Səfərəliyeva kobalt aplikatorlarının köməyi ilə ginekoloji xəstəliyə tutulan və bədənlərində şiş olan xəstələrin müalicəsində böyük müvəffəqiyyətlər qazanmışdır. Aplikatorlar bu cür qoruyucu konteynerlərdə saxlanır. Kobalt aplikatorları qoruyucu stol arxasında işə hazırlanır. Bu iş müəyyən məsafədən idarə edilən xüsusi alətlər vasitəsilə görülür. Bu, aplikatorlarla hər gün işləyən adamları şüaların təsirindən qoruyur. Bəzi dəri xəstəliklərinin müalicəsi zamanı radioaktiv fosfordan müvəffəqiyyətlə istifadə olunur. Bu müalicə üsulunu Professor Eyvazov və tibb elmləri namizədi Rasim Hacıyev tətbiq etmişlər. Radioaktiv fosforun necə gözəl təsir etdiyinə baxın. Qalxana bənzər vəz xəstəliyə tutulan zaman, onun diaqnozunun qoyulması və müalicəsi üçün hazırda radioaktiv yod işlədilir. Yod, qalxana bənzər vəzdə toplanmaq və gözə görünməz şüalar buraxmaq qabiliyyətinə malikdir. Radioaktiv yodun toplanması dərəcəsi B2 markalı xüsusi qurğunun köməyi ilə müəyyən edilir. Nərimanov adına Azərbaycan Tibb İnstitutu Ümumi Cərrahiyyə Kafedrasının müdiri, əməkdar elm xadimi Professor Zülfüqar Məmmədov bu cür xəstələrin müalicəsində böyük müvəffəqiyyətlər qazanmışdır. Özü ilə dağıdıcılıq və ölüm gətirən atom, indi həyatın sədaqətli müttəfiqi olmuşdur. Təbabət elmi bir çox sovet adamının sağlamlığını bərpa etmək üçün yeni müalicə üsulları işləyib hazırlayır.